Hər səni söyüb təhqir edənə cavab vermə və bu heç şərt də deyil. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, bir kişi Əbu Bəkr radiyallahu anh'u söyürdü və o zaman Peyğəmbər sallallahu aleyhi ve sellem də onun yanında oturmuşdu. Peyğəmbər sallallahu aleyhi ve sellem buna təəccüblənirdi və sakitcə gülümsəyirdi. Lakin həmin insan söyüşü çoxaltdıqca Əbu Bəkr onun dediklərinin bir qismini ona qaytardı, yəni cavab verdi. Bu zaman Peyğəmbər sallallahu aleyhi ve sellem qəzəbləndi və oradan qalxdı getdi. Əbu Bəkr Peyğəmbər sallallahu aleyhi ve sellemin arxasında gedərək dedi, ey Allahın Rəsulu, o məni söyürdü, sən oturmuşdun. Mən ona dediklərinin sadəcə bir qismini qaytardım. Sən isə qəzəbləndin və getdin. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Səninlə birlikdə səni müdafiə edən bir mələk var idi və onun cavabını verirdi. Amma sən ona biraz cavab verdiyin zaman şeytan ortaya girdi. Mən isə şeytanın olduğu yerdə oturmaq istəmədim. Ona görə Facebook'da, internetdə, Instagram'da, başqa səhifələrdə səni təhqir edənlərə cavab vermə. Qoy geçsin, bu sənə savab qazandırar. Əziyyət çəkmədiyin savablardır. Onu tərk et, nəsiyyət et, amma söyüşlə təhqirlə cavab vermə. Sələflərdən bir çoxları olurdu ki, onları insanların qulaqlarını eşidəcək şəkildə söyərdilər. Lakin onlar belə deyərdilər. Allah'a and olsun ki, əgər qiyamət günü olmasaydı, ona cavab verərdim.